uzaqlaşmasıdır. Biz Allah Subhanahu ve Teala buyurur ki, fəfirru ilallah, Allaha tərəf qaçın. Həqiqətən də bu necə də gözəl bir qulluqdur. Bu qulluğun nə qədər böyük faydaları, nə qədər böyük insana müsbət təsirləri var. Və insanlar bu məsələdə Allaha tərəf qaçma məsələsində iki hissəyə bölünüblər. Xoşbəxtlər və bədbəxtlər. Xoşbəxtlər onlardır ki, onlar Allaha tərəf qaçırlar. Və bu qaçışları ilə onlar xoşbəxtliyə çatırlar Allaha tərəf qaçmaqla və həmçinin nicata qovuşurlar. Həmçinin onların dünya və axirətləri xoşbəxt olur, gözəl olur. Lakin bədbəxtlər isə, ikinci növ isə bədbəxtlər, onlar Allahdan qaçanlardır, Allaha qaçanlar yox. Və bu da həlak olanların və həmçinin bədbəxtliyə düçar olanların yollarındandır. Və bu insanlar həm dünyada, həm də axirətdə özlərini Allahdan qaçmaqla həlak ediblər. İbn-i Qayyim Rahimullah buyurur ki, qaçmağın həqiqəti odur ki, yəni sənin bir şeydən başqa şeyə qaçmağındır. Bir yerdən başqa yerə qaçmağındır. Və bu da iki qismə bölünür. Və bu həm xoşbəxtlərin qaçışı və həmçinin ikinci qism bədbəxtlərin qaçışıdır. Xoşbəxtlərin qaçışı Allaha tərəf olan qaçışdır. Bədbəxtlərin qaçışı isə Allahdan olan qaçışdır, Allaha tərəf olmayan qaçışdır. Allaha tərəf olan qaçış Allahın həqiqi qullarının, dostlarının qaçışıdır. Necə ki, İbn Abbas radiyallahu anhuma bu ayənin təfsirində Zəriyyət surəsi 50-ci ayənin təfsirində var ki, fəfirru ilallah, Allaha tərəf qaçın, yəni Allaha qaçın və həmçində onun itaətlərini edin. Yalnız Allaha tərəf qaçın. Və həmçində başqa təfsirlər buyurur ki, Allahın əzabından ona itaət etməklə, ona iman gətirməklə onun savabına qaçın, onun mükafatına qaçın. Və İbn Cərir Tabari Rahimullah bu ayənin təfsirində buyurur ki, yəni Allah Subhanahu wa Taala bu ayədə bizə buyurur ki, ey insanlar, Allahın əzabından iman gətirərək onun mərhəmətinə qaçsın və onun əmrlərinə tabi olaraq və həmçində ona itaət edərək ona tərəf qaçsın.